Aleyküm selam. Necə sənə gözəlsin? Aynen, salamatda olur. Şükür. Gördüm. Göndərdin, getdim gəldim dedim, sən qayıdıb gələcəm sizin üstünüzə. Yenə bilmək olar siz. Bir yer Mən dilənçi yox şimdi. Nə? Nədir məsələ? Mənə kiminsə yazığı gəlməğin. Niyə yazığı gəlməli ki? Nədir problem? Mən məhkəməyə dəfələrlə nədir, imtina cavabı gəlib. 2023-cü ildə məhkəməyə müraciət eləmişəm, inzibat edəcəm. Üçüncü qrup 40%-dən 50-lik təyin olunur. Qarşı tərəf bura. Apellyasiya müraciət edib, ali məhkəməyə müraciət edib, inzibat nədir, deyə bilsəm, ekspertizaya göndərirəmişəm. Mümkün deyil deyib, qərar verilib də, ha? 50-lik almışam. Bir il müddətini almışam, 2 ilin pulunu veriblər. Mənə deyir, yazığı gəlsin, mən dilənçiyəm, həkimdir ki, sən heç uyğun deyil də, sən yazıqları gəlib, bunu veriblər də. Mən dilənçiyəm. Kim verib sizə? Güya əvəh və halı. Mən dilənçiyəm. Mənə yazığı gəlməsin, əgər mənim puluma yiyələnən burada işçilər varsa, mənim başımın fitrəsi sadaqası olsun ki, mənim puluma yiyə dururlar. Məhkəmə qərarına udmuşsunuz, düzdür? Bəli. Yəni, narazı olsa məhkəmə müraciət edə bilərsiniz. Niyə təzədən? Kim nədir sizə? Həkim deyir ki, sizə mən görürəm siz xəstəsiniz, yararsızsınız, yararsızamsa, niyə rəy yazıb vermişsiniz sağlamam xəstə? Protokol niyə təyin olunmur? Təyin olunmur? Ha, Protokol istəyir bura. mən protokol istəyirəm. Gəl bura. Məktub yazmamı deyirsən? Mən yazmıram, yazıb qoymuşum, mənə cavab gəlməyib 6 aydır. Cavab gəlməyib. Xeyr, 6 aydır. Necə cavab gəlmirsə, bəs qəbul edir dəvət rəhbər şəxsi qəbul. Mən özüm teleqramla vurmuşam rəhbər şəxsi özü. Buyur müəllim. Sizdə yeni forma vurulmalıdır mütləq. Siz ikinci qrupsuz, üçüncü qrup istədiyiniz halda sizə təkrar müayinədən keçməlisiniz mülkidə. Keçməlisiniz. Qeydiyyatda olduğunuz rayonda da hara gedəcəksiniz, bəli. Gəlib orada yatmalıyam. Bəli, yatmalısan. Əgər onlar səni üçüncü qrup səviyyəsində görsələr, yenidən forma verir, amma sizdə hal-hazırda ikinci qrup aktiv əliliyiniz var. Yəni yeni formadan sonra ola bilər. Yəni indi öz başına üçün qrup dəyişə bilməz. Siz cavabın çıxmağını gözləyin. Sənə təqdim oldu komissiya qərarını olsa sən gedib bildirəcəklər, yaxşı? Yox, siz gedin. Əlaqə saxlayacaqlar sizinlə. Yaxşı. Sağ olun. Hə, Rəcəb bəy. Bəli, müəllim. Gələydim bizim məsələyə. Mən dedim sizə burada o gün sizin var, mən verəndə dedim sizə ki, bu yenə Müəllim, yararsızdır. sizdə yəni izah edirəm mən. Sizin forma 2024-dür. 2024-dən bağışlayın sözlük kəsəcəm. Qabaq da gəlmişəm, video yazını da təqdim eləmişəm. Müəllim, video yazı informativ deyil, 50 səviyyəsi görsənmir. Epilepsiya təşkili tapılır. Dəfələrlə, yəni orada hətta mən balnisiya... Qulaq asın mənə, səs